Yaşadığı mənzilin pəncərəsini silmək istədi, ayağı büdrəyərək yıxıldı. Ötən gün axşam saatlarında 23 yaşlı Günel İsmailova yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllə 6 saylı yataqxananın 4-cü mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Gənc qızın qışqırmağından dərhal xəbər tutan yaxınları onu Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti stabildir. Diaqnozu qapalı kəllə-beyin travması, baş beyni silkələnməsi, burun sümüklərinin sınığı, sol bazının sınığı diaqnozu daxil olub. Hal-hazırda vəziyyəti aldığı travmaya uyğundur və intensiv müalicə tədbirləri davam etdirilir. Yuduğu paltarları yığmaq üçün binanın eyvanına çıxdığını deyən Günel İsmailova yaşadığı dəhşətli anları belə xatırlayır. Getdim ki, əl atam iflən paltar götürməyə. Gördüm, qarnım boşa getdi. Dəmirdən yağı sallaşdım, qışqırdım, heç kəs kömək eləmədi. Düşdüm ikiyə, dəmirlə yapışdı. Dəydim yerə, heç nə istəmədim. Hal-hazırda Sumqayıt şəhər polis idarəsi tərəfindən hadisənin dəqiq səbəbləri araşdırılır. Nizami Rəsulov, Elbrus İsmailov, Dünya TV.